Müalicə üçün 2 günə Türkiyəyə gedəcəm. Səhhətimdə ciddi problemlər var. Reallıq TV bildirir ki, bunu teleqrafa açıqlamasında yaxın günlərdə həbsdən azadlığa buraxılmış jurnalist Əvəz Zeynallı deyib. Bağırsaq xərçəngindən əziyyət çəkirəm. Bu isə qaraciyərə metastaz verir. Müalicəyə böyük vəsait lazım olacaq. Türkiyəyə getdikdən sonra qərar verəcəyik. Görək necə olur. Müalicəyə lazım olan vəsaitlə bağlı xalqımıza müraciət edəcəyik. Hər zaman nə problemimiz olubsa, xalqımıza müraciət etmişik. Xalqımız da kömək edir. Xərçəng xəstəliyinin müalicəsi çox bahalıdır. Əvəz Zeynallı artıq ona dəstək göstərildiyini deyir. Millətimiz dəstək olur. Çox yerdən, Almaniyadan, Rusiyadan, İsveçrədən, Danimarkadan dəstək olanlar var. İş adamları zəng edirlər. Səhhətimlə bağlı hazırda təcrübəli mütəxəssislərlə məsləhətləşmə aparırıq, deyə Əvəz Zeynallı bildirib. Media sayəsində fəaliyyətinizə davam edəcəksinizmi sualına o belə cavab verib. Məndən olsa indidən fəaliyyətimə başlayaram. Amma ağrılarım və problemlərim imkan vermir. Balıq susuz yaşaya bilərmi? Tənqidi mediasız yaşaya bilmərəm. Xəstəliyə qalib gəlsəm, fəaliyyətimə davam edəcəm. Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Əvəz Zeynallı bu il aprelin 25-də vaxtından əvvəl həbsdən buraxılıb və cəzasının çəkilməmiş hissəsindən azad edilib.